Bugünkü dərsimiz isə yiyəlik halı müqayisə anlamında. Родительный падеж, сравнение. Müqayisə olunan söz yiyəlik halda istifadə olunacaq. Burada slon больше собаки. Müqayisə olunan söz собакаdır, yəni собака yiyəlik halda işlənəcək. Fil itdən böyükdür. Və misallara da baxaq. Это собака больше кошки. Koşka sözü müqayisə olunan sözdür. Ona görə də onu yiyəlik halda biz istifadə etməliyik. Və yada salaq ki, yiyəlik halda A, ya ilə bitən sözlər I və yaxud I sonluğu qəbul edir. Ona görə koşka sözü koşki olacaq. Это собака больше кошки. Bu it pişikdən böyükdür. Собака меньше слона. Müqayisə olunan söz slon sözüdür. Fildən. İt fildən kiçikdir, balacadır. Собака меньше слона. Və bura sual da qoymaq olar. Yiyəlik halın sualını da qoya bilərik. Собака меньше кого? Слона. Кошка сильнее мыши. Мыш sözü müqayisə olunan sözdür və məhki znak ilə bitən qadın cinsində olan sözdür. Ona görə sonluğu i olmalıdır. Qaydanı bir də yada salırıq. Кошка сильнее мыши. Pişik sıçandan güclüdür. Burada müqayisə olunan söz mış sözüdür. Andrey starше Ivana. Andrey Ivandan böyükdür. Ivan sözü burada müqayisə olunandır. Yəni kimdən? Ivandan. Ivan, Ivana. Kavo? Ivana. Ivan mladше Andreya. Burada isə əksinə Andrey müqayisə olunan sözdür və yiyəlik halda o olmalıdır. Ivan mladше Andreya. Ivan Andreydən kiçikdir. Brat выше сестры. Sestra sözü müqayisə olunur. Ona görə yiyəlik halda olur. Brat выше сестры, yəni qardaş bacıdan hündürdür. Родительный падеж место, yəni yer, məkan anlamında yiyəlik halı. Söz önlükləri mütləq yiyəlik halda işlənməlidir. U yanında deməkdir. Okolo da yanında. Vokruq ətrafında. Nedaлеко от. Nedaлеко от, yəni nədənsə yaxında, nəyinsə yaxınlığında. Позади arxada, naprotiv üzbəüz, посреди ortada. Где rastut деревья? Ağaclar harda bitir? Деревья rastut okolo дома. Ağaclar bitir evin ətrafında. Dom sözü yiyəlik halda olur və okolo söz önüdür. U дома, dom sözü yiyəlik haldadır. У чего? У дома. Около дома, evin yanında. Вокруг дома, evin ətrafında. Недалеко от дома. Burada isə iki söz önü bir-birinin ardınca işlənir və dom sözü də yiyəlik haldadır. Ona görə дома olacaq. Позади дома, evin arxasında. Naprotiv дома, evlə üzbəüz. Посреди двора, həyətin ortasında.